Dünya çoxlarını düşündürən bir sirlə doludur. Elmin izah edə bilmədiyi çaylar, gecələr qışqıran meşələr, öz-özünə hərəkət edən daşlar. Bəziləri bunu təbiətin gücü, bəziləri isə başqa aləmlərin izi adlandırır. Bugün sizə yeryüzünün ən qəribə və cavabsız qalan 10 təbiət sirrini göstərəcəm. Başlayaq. 10. Amazonun qaynar çayı. Amazon meşəsinin ən dərin və insan ayağı dəyməyən yerlərindən birində tam mənasıyla qaynar bir çay axır. Suyun temperaturu bəzən 100 dərəcə Selsiyə çatır. Ətrafda heç bir vulkan yoxdur, yəni bu su magma ilə qızmır. Şamanlar belə bu çaya şeytanın nəfəsi deyirlər. Çünki çaya düşən canlılar bir neçə saniyədə bişib ölür. Çayın yaxınlığında buxar o qədər sıxdır ki, nəfəs almaq çətinləşir. Aparılan ekspedisiyalar çayın termal su mənbələri ilə qızdığını desə də, niyə məhz yalnız bu ərazidə bu dərəcədə böyük istilik toplanır? Bu, elmin hələ cavablandıra bilmədiyi sualdır. 9. Katakombalar. Paris, Fransa. Paris, eşq və işıqlar şəhəri. Amma bu gözəl şəhərin altında tam əksinə, ölüm şəhəri yatır. Katakombalar 18-ci əsrdə Parisdə qəbristanlıqlar dolduğu üçün yaradılmışdı. Milyonlarla insan sümükləri bu yeraltı labirintlərə daşındı. Təxminən 6 milyondan çox insanın sümükləri indi orada səliqə ilə düzülüb. Ən qəribəsi isə bəzi keçidlər insan kəllələri ilə bəzədilib və sanki sənə baxır. Bu tunellərin uzunluğu təxminən 300 kilometrdir, amma turistlər üçün yalnız kiçik hissəsi açıqdır. Bəzi hissələrdə isə hələ də qadağandır, çünki orada itənlər çox olub. Paris katakombaları həm qorxunc, həm də tarixi baxımdan bənzərsizdir. 8. Mavi lava püskürməsi. İndoneziyanın Kawah Ijen vulkanı gündüz adi görünür, amma gecə tam başqa aləmə çevrilir. Dağın ətəyindən mavi rəngdə lavaya bənzər axıntılar gəlir. İnsan ilk dəfə görəndə elə bilir ki, yerin altından mavi ot püskürür. Əslində bu, kükürt qazının yüksək temperaturda yanması nəticəsində yaranan mavi alovlardır. Amma bu alov o qədər güclüdür ki, hətta axıntı formasında da görünür. Ziyarətçilər bu mənzərəni dünyanın sonu səhnəsinə bənzədir. Elmdə izahı olsa da, bu fenomen hələ də çoxları üçün mistik olaraq qalır. 7. Yeni Zelandiyanın meşələrinə gecə girəndə sanki minlərlə ulduz torpağa düşüb. Burada yaşayan glowwormlar gecə ağacların altını işıqlandırır. Təbii işıq şousu yalnız bir neçə metr uzaqlıqda olsa da insanı heyrətə gətirir. Bu möcüzəvi işıq həm də ekosistemin vacib bir hissəsidir. Tırtıllar böcəkləri cəlb edir və torpağın canlı qalmasını təmin edir. Salar de Uyuni, Bolivya. Dünyanın ən böyük duz səhrası, Salar de Uyuni. Ərazisi 10 mindən çox kvadrat kilometrdir, yəni təxminən bütün Bakını 50 dəfə örtəcək qədər böyükdür. Bu yer dəniz səviyyəsindən 3600 metr yüksəklikdə yerləşir. Ən inanılmaz an isə yağışdan sonra gəlir. Səthdə nazik su qatı yaranır və səhrə güzgüyə çevrilir. Sanki səma yerə düşür və sən buludların üstündə gəzirsən. NASA bu yeri peyklərin ölçülməsində istifadə edir. Çünki səth o qədər düzdür ki, xəta cəmi bir neçə millimetrdir. Bura həm də fotoqrafların cənnətidir. 5. Ölməyən meduza. Bu canlı dünyanın ən böyük sirlərindən biridir. Turritopsis dohorni adlı meduza dəfələrlə yenidən doğula bilir. Zədələnəndə və ya qocalanda öz hüceyrələrini gənclik mərhələsinə qaytarır. Bu proses tipdə transdiferensiya adlanır və insanlarda mümkün deyil. Düşünün, əgər bu mexanizm insanlarda işləsəydi, xəstəliklər, qocalma, hətta ölüm tamamilə dəyişə bilərdi. Bu meduza isə bunu təbiətin içində heç bir texnologiya olmadan edir. Təbiətin ən gözəl, həm də ən qəribə hədiyyəsi. 4. Namibiyanın hərəkət edən daşları. Namibiyanın səhrasında yerləşən bu daşlar gecələr öz-özünə hərəkət edir. Səhər insanlar səhraya gəldikdə daşların arxasında uzun izlər görür. Yəni daşlar yerdə sürüşərək yüzlərlə metr hərəkət edib. Tədqiqatçılar əraziyə kameralar qoysalar da nə baş verdiyini çəkə bilməyiblər. Daşlar hər dəfə kameraların olmadığı saatlarda hərəkət edir. Bəzi alimlər bunun güclü küləklə əlaqəsi olduğunu deyir. Amma külək bu qədər ağır daşları necə belə dəqiq istiqamətdə sürüşdürür? Elmi izahlar hələ də tam uyğun gəlmir. 3. Bermuda üçbucağı. Atlantik okeanı Bermuda üçbucağı, Florida, Puerto Rico və Bermuda arasında yerləşən bir bölgədir. Burada gəmilər və təyyarələr sirli şəkildə yoxa çıxıb. 20-ci əsrin ortalarından bəri 100-dən çox hadisə qeydə alınıb. Bəziləri bunu dəniz fırtınaları, maqnit sahələrinin dəyişməsi və ya
qaz çıxışı ilə izah edir. Amma bir çox hadisə elmi baxımdan da tam izah olunmur. Bəzi tədqiqatçılar deyir ki, burada kompaslar qəribə istiqamətlər göstərir, bəzən siqnallar itir. Yəni, bura hələ də dənizlərin ən böyük sirridir. İkinci, Antilop kanyonu. Amerika, Arizona səhrasında yerləşən Antilop kanyonu təbiətin öz fırçası ilə yaratdığı sənət əsəridir. Min illər ərzində külək və suyun təsiri ilə qayalar dalğavari formalar alıb. Günəşin bu qayaların arasına düşən şüaları isə içəridə rənglərin oyununu yaradır. Narıncı, qırmızı, bənövşəyi rənglər sanki rəssam palitrasından axır. Bura Navaxo hindularının müqəddəs yeridir. Onlar inanır ki, bu kanyon ruhların məskənidir. Hər il minlərlə fotoqraf buraya gəlir. Çünki hər dəqiqə günəş şüası fərqli şəkil yaradır. 1. Qan şəlaləsi. Antarktidadakı qan şəlaləsi yer üzündə ən sirli yerlərdən biridir. Təmiz ağ buzların arasından qırmızı rəngli su süzülür. İlk tapıldığında alimlər həqiqətən bunun qan olduğunu düşünmüşdülər. Sonradan məlum oldu ki, suyun içində dəmir var və oksigenlə təmasda qırmızıya çevrilir. Amma suyun qaynağı hələ də böyük sirdir. Bu şəlalənin altında 1.500.000 il izolyasiya olunmuş mikroblar yaşayır. Onlar nə gün işığı görüb, nə də oksigen. Təbiət burada sadəcə su axıtmır. Burada başqa bir dünyanın qapısını açır. Bu sirlər bizim nə qədər az bildiyimizi göstərir. Dünya düşündüyümüzdən daha qəribə və daha böyükdür. Daha çox sirli araşdırmalar üçün abunə olun. Növbəti videoda görüşərik.